Sizin də menstrual qanaxmalarınız bu şəkildədirsə, bu videoya diqqət etməyinizi tövsiyə edirəm. Menstruasiya normal fizioloji bir haldır. Amma bu simptomlar varsa, bu normal deyil. Normal aybaşı siklı 21-35 gündə bir olmalı, 3-7 gün davam etməli, qanaxma miqdarı 80 ml-dən çox olmamalıdır və ağrılarınız həyat prosesinizi pozacaq şəkildə olmamalıdır. Bəzən qadınlar illərlə bu problemlərlə yaşayırlar və hamı da belədir deyərəkdən həkimə müraciət etmirlər. Amma bu problemlər mioma, polikistik yumurtalıq sindromu, endometrioz, uşaqlığın bədxəstəliyi durumları, qalxanvari vəzin və digər hormonların pozğunluqları nəticəsində yaranmış ola bilər. Əgər səndə də aybaşı qanaxması çoxdursa, aybaşların şiddətli ağrılı keçirsə, aybaşların nizamsızdırsa, mütləq həkimə müraciət et. Həkim qəbuluna yazılaraq ultrasəs müayinəsində biz sizin ginekoloji orqanlarınızı müayinə edir. Lazım gəlirsə qan və hormon analizlərinizlə orqanizmdəki aybaşı pozğunluğunun səbəbini tapırıq. Müayinəyə yazılmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hər kəsə sağlıqlı günlər arzu edirəm.